Hörmətli izləyicilərimiz, sualların izahına davam edirik. Qeyd edim ki, bu suallar 9-cu sinif suallarıdır. WhatsApp kanalımıza paylaşırıq. Siz də YouTube postlarından keçid edərək WhatsApp kanalımıza qoşular və siz də işləyə bilərsiniz. Əvvəlcə işləyin, sonra da izahına qulaq asa bilərsiniz. Və orada da qeyd edirəm ki, hansı sualı başa düşmürsünüzsə, qeyd edin. Üzvlərimiz, şagirdlərimiz yazır və mən də izahını etməyə çalışıram. 78-ci sualda deyilir, uyğunluğu müəyyən edin. Feili bağlama hərəkətin tərzini bildirir və feili bağlama hərəkətin səbəbini bildirir. Tərzini bildirən feili bağlama hansı suala cavab verir uşaqlar? Necə, nə cür, nə tərzdə. Səbəbini bildirəndə isə hansı suala cavab verir? Niyə, nə üçün, nə səbəbə. İndi biz bir-bir feil bağlamalarımızı tapaq və sualımızı verək. O mücrünü götürüb, onun qabağında açdı. Nə edib? Nə edib sual ümumiyyətlə deyilmir. Götürüb. Necə, nə tərzdə? Onun qabağında açdı, götürüb. Burada götürüb sözü necə sualına cavab verdiyi üçün tərz bildirir. B bəndi. Uşaq qaça-qaça anasına yaxınlaşdı. Burada feil bağlama hansıdır? Qaça-qaça. Necə? Nə tərzdə anasına yaxınlaşdı? Qaça-qaça. Yenə də oldu tərz bildirən deməli feili bağlama. Gördüyündən təəssüflənərək başını yerlədi. Nə etdi? Başını yerlədi. Necə sualda vermək olar, amma niyə, nə səbəbə demək başını yerlədi? Nə səbəbə, niyə, nə üçün başını yerlədi? Təəssüfləndiyi üçün. Əgər biz belə feili bağlamaları feili sifətlə əvəz elətsək, məsələn, dığıb, üstə gəl üçün, qoşması ilə əvəz etsək, onda tam əmin oluruq ki, bu səbəb bildirən feili bağlamadır. Niyə, nə üçün? Təəssüfləndiyi üçün. Bu da oldu səbəb. Buraya yazaq səbəb. Sonra müəllim danışanda qulaq asmaq lazımdır. Anda əndə şəkilsi varsa adətən zaman bildirir. Nə zaman? Müəllim danışanda. Burada da oldu zaman bildirirdi. Bu bizə ümumiyyətlə lazım deyil deyib bəndə, çünki zaman soruşmur. Utanıb başını aşağı saldı. Burada da görürük, ıb şəkilsi var, feili bağlamadır. Utanıb sözü də necə yox, niyə, nə üçün başını aşağı saldı? Utandığı üçün. Baxın, utandığı üçün belə əvəz edə bilirik. Səbəb bildirir, səbəb bildirən feili bağlamadır. Deməli, cavabımız hansı oldu? Hərəkətin tərzini bildirir. Deməli, A bəndi götürüb, B bəndi qaça-qaça. 1 A, B, 2 təəssüflənərək utanıb. C, Y. Cavabımız oldu A bəndi.